Ölkəmiz daha bir beynəlxalq tədbirə ev sahibliyi etməyə hazırlaşır. Dünyanın müxtəlif ölkələrindən şəhərimizə artıq qonaqlar üst tutur. Bəs görəsən, paytaxtda fəaliyyət göstərən otellərdə vəziyyət necədir? Bu tədbirlə əlaqədar olaraq Bakıda əsasən 5 ulduz və 4 ulduz otellərdə yerləşmə nəzərdə tutulur. Gələn qonaqların yüksək kateqoriyadan olmasına əlaqədar olaraq həmin tip otellərdə 80-100% arası doluluq müşahidə olunur. 3 ulduz və daha aşağı kateqoriyalı otellərdə isə doluluq 50-60% arasında dəyişir. Xüsusilə şəhər mərkəzində yerləşən otellərdə doluluq səviyyəsi maksimum həddə çatır. Demək olar ki, boş otaq tapmaq mümkün deyil, çünki rezervlər bir həftə öncədən yox, hətta bir ay əvvəldən aparılıb. Bəs görəsən, daha çox hansı ölkədən qonaqlar üst tutacaq? Qonaqlar gəlməmişdən öncə onların qeydiyyatları aparılır, sonra isə otaqlara yönləndirilir, otellə tanış olunur. VUF 13 tədbiri ilə əlaqədar olaraq doluluq səviyyəsi artıq 60-70 dərəcə artmışdır. Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ilə əlaqədar Azərbaycana 180 ölkədən 35 minə yaxın əcnəbi turistin gələcəyi gözlənilir. Bu da qonaqlama xidmətinin keyfiyyətinin yüksəldilməsini labüd edir. Mütəxəssislər hesab edir ki, belə tədbirlər təkcə turizm axınını artırmır, eyni zamanda ölkənin beynəlxalq imicinə, nüfuzuna da müsbət təsir göstərir. VUF 13-ün Azərbaycanda keçirilməsi hesab edirəm ki, möhtəşəm hadisədir. Həm ölkəmiz üçün, həm eyni zamanda region üçün. Mən deyərdim ki, bu turizm üçün də bir fürsətdir. Bugün mərkəzi mehmanxanalarda 100% artıq rezervasiyalar özünü göstərir, yəni tədbir zamanı tamamilə doludular. Bəzi otellər artıq stop sale, yəni satışlarını saxlayıblar. Onu da deyək ki, paytaxtda fəaliyyət göstərən otellərdə müvafiq qurumlar tərəfindən yoxlamalar aparılıb və müəyyən tapşırıqlar verilib. Məqsəd isə ölkəmizə gələn qonaqlara yüksək səviyyədə xidmət göstərməkdir. Jalə Gözəlova, Sabir Şahvələdov, Telesəhər.